Nuranə, salam, hər vaxtın xeyir olsun. Qeyri-neft sektoru ilə bağlı ixrac istiqamətində rəqəmlər bəlli olub. Mən bəzilərini deməyə çalışdım, amma bilirəm ki, məlumatın tamı səndədir. Ona görə də səni tez bir zamanda eşitmək istəyirik. Salam Rəhman, xoş gördük səni. Doğru vurğuladın. Qeyri-neft qaz sektoru üzrə ixracla bağlı artımlar müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əlbəttə ki, paralel olaraq da aqrar xidmət üzrə də həmin o artımları müşahidə edirik. Bizim üçün maraqlıdır. Bu sahə üzrə, yəni ixracla bağlı bu istiqamətlər üzrə daha doğru vurğulasa, nə qədər artım var ötən ilin müvafiq dövrü ilə müqayisə etdiyimizdə və ixrac edilən ölkələrdə ilk sıralarda hansı ölkələr dayanır? Bunlarla bağlı ətraflı məlumatları almaq istəyirik. İndi İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə bizə kömək eləyəcək. Nicat bəy, xoş gördük sizi. İxrac rəqəmləri aprel ayı üçün artıq bəllidir. Bu rəqəmlərin necə dəyişdiyini, statistikanın məlumatını almaq istəyirik. Digər tərəfdən ilk pillədə hansı ölkələr durur? Ötən ilə müvafiq dövr ilə müqayisədə 2025-ci ilin yanvar-aprel ayında Azərbaycanın qeyri-neft qaz ixracı 18% artaraq 1,1 milyard ABŞ dolları səviyyəsinə çatmışdır. İxracımızın əsas təkanverici qüvvələri meyvə-tərəvəz məhsulları, kimya sənayesi məhsulları, qara və əlvan metal və ondan hazırlanan məmulatlardan ibarətdir. İlkin göstəriciləri də biz baxdıqdan sonra əsasən coğrafi göstəricilərə baxdıqda həm 2025-ci ilin yanvar-aprel ayında, həm ötən il və digər illərdə lider mövqedə olan ölkələrin siyahısında ciddi bir dəyişiklik baş verməmişdir. Necə bundan əvvəlki illərdə Rusiya Federasiyası, qardaş Türkiyə Cümhuriyyəti, Gürcüstan və İsveçrə Konfederasiyası ilk lider mövqedə, ilk beşlikdə yerləşirdisə, bu gündə, yəni yanvar-aprel ayında da həmin biz statistikanı müşahidə edirik. 5-ci mövqe əsasən dəyişkən olur. Burada Çin Xalq Respublikası olur, Ukrayna, biz son tendensiyalarda Ukraynanın daha çox adını görürük, Birləşmiş Ştatlar olur. Amma ümumilikdə Rusiya, Türkiyə, İsveçrə və Gürcüstan dəyişilməz olaraq artıq uzun illəri davam edir. Rusiya Federasiyasına əsasən Azərbaycanın aqrar məhsulları, xüsusən də meyvə-tərəvəz məhsulları, Gürcüstana Azərbaycanın elektrik enerjisi və bir sıra aqrar sənaye məhsulları, Türkiyə Cümhuriyyəti daha çox şaxələnib, burada plastik sənaye məhsullarıdır, kimya sənayesi məhsullarıdır, pambıq və pambıq məmulatlarını biz burada qeyd edə bilərik. İsveçrə Konfederasiyası əsasən Azərbaycanın qeyri-neft ixracında qiymətli metalların daha çox təmərküzləşdiyi ölkələrdən biridir. Bura əsasən dövlət və qeyri-dövlət şirkət tərəfindən qızıl və digər qiymətli metallarımız ixrac edilir. Ümumilikdə ixracın artım momentumuna baxanda biz görürük ki, 18% kifayət qədər yüksək bir performansdır. Bundan əvvəlki dövrdə də yanvar, fevral, yanvar-mart ayında da biz 10%-dən yuxarı bir performans müşahidə etmişik. 18%-lik performans da ümumilikdə bizə ona deməyə əsas verir ki, 2025-ci ilin sonuna Azərbaycanın qeyri-neft qaz ixracının 10%-dən yuxarı böyüməsi yüksək ehtimal edilir və bu deməli göstəricinin özü bir daha qarşıdakı müddətdə Azərbaycanın qeyri-neft qaz ixrac hədəflərini üstələyəcəyini və həmin hədəflərə çatacağını bizə bir daha göstərir. Çox sağ olun, təşəkkür edirəm ətraflı məlumat üçün. Bir daha vurğulayaq ki, aprel ayı ərzində Azərbaycana ixrac olunan məhsullarla bağlı statistik rəqəmləri çatdırdıq. Ən çox hansı ölkələrə hansı məhsullar ixrac olunub deyə, əlbəttə ki, qarşıdakı aylarda isə ixracla bağlı hansı proqnozlar var, onların da detallarını çatdırdıq. Bizdən bu qədər, söz ötürürük xəbər mərkəzimizə. Təşəkkürlər Nuranə, minnətdaram. Növbəti saatda yenidən efirdə görüşərik.